Kimya fənnindən RFM final turunun suallarıdır bunlar. Sağ tərəfdə, sol tərəfdə isə meyarlar verilibdir. Şagirdin burada yazdıqlarını da düzgün yoxlamayıblar. Onsuz da 7-ci sinif kitabının səviyyəsizliyi haqqında az da olsa bir videoda danışmışdım. Ətraflı video çəkməmişəm. Kitab sadəcə əzbər üzərində qurulubdur və çox biabırçı bir vəziyyətdədir. Nəysə. Həmin kitabdan da yəni bir səviyyəli sual çıxa bilməzdi ortalığa. Şagirdlərin ancaq istedadı ilə yox, əzbərçiliyi ilə biraz ön plana çıxdığı imtahan oldu. Hansı ki, bunu burada da şagirddən az qala, yəni nöqtə virgül soruşacaq qədər səviyyəsizləşiblər bunlar. Yəni onu yazmayıbsa balın kəsək, bunu yazıbsa bal verək. Çox səviyyəsiz bir imtahan. İndi bunlara baxaq. Məsələn, burada kəsilən ballardan birincisi, məsəl üçün 7-ci suala baxaq, həm də meyarı sizə göstərəcəm. Sual belədir ki, məsələn, süxurlardan metamorfik süxur necə əmələ gəlib? Burada sual verilib. Şagird yazıb ki, başqa süxurların, onsuz burada 3 süxur var, üçünü də vermisən. Yəni, burada adını yazmağa gərək yoxdur, sən vermisən onsuz da. Digər süxurların sözünə sən problem tuta bilməzsən. Yəni, başqa süxurların sıxılıb formasının dəyişməsi zamanı əməlcə. Burada metamorfik süxurlar tədricən maqmatik və çökmə süxurların sıxılmasından əməl gəlir. Yəni, önəmli olan burada sıxılması sözüdür ki, açar söz istəyirsənsə, məsələn, sıxılma yazılıbdır burada. Sən buna niyə minus qoymusan, bax, niyə? Ondan sonra digər C bəndində deyir, əhəng daşı və mərmərin fərqliliyinin səbəbini. Çünki mərmər əhəng daşını mümkün şəraitdə sıxılıb, bunun üstünü silim, oxuya bilim. Sıxılıb möhkəmlənməsi zamanı əmələ gəlir. Ona görə də əhəng daşından daha möhkəmdir. Şagirdin cavabı, bunlar verdiyi cavab. Deməli, əhəng daşı məsaməli olur. O tədricən üstdə olan süxurlar qatlarının ağırlığından və yüksək temperaturun təsiri sıxılaraq mərmərə çevrilir. Yəni, yazıb ki, əhəng daşının mümkün şəraitdə sıxılıb möhkəmlənməsi zamanı əmələ gəlir. Yəni, sən verdiyin sual elə də böyük, dərin, elmi bir sual deyil. Axı, sən orada incəlik tələb eləyəsən. Soruşmusan, cavabını verib də. Nə burada söz güləşdirirsən uşağla? Axı, bu özünüz orada mən Elmar bəyin səhvini tutanda, hansı ki, metal, qeyri-metal barəsində səhv tutdum ki, orada nə metal, nə də qeyri-metal olmayan elementlər də var. Durub uşağın yaşını qoyub ortalığa ki, kurikulum belə, ay mən burada yarı metal deyərəm, uşağın başı xarab olar. Nə oldu? O dərəcə sən uşağı, amma sonra da gəlib uşağa bu arada həll olma əmsalı öyrədir həmin kitabda. Yəni, bu uşaq ağılsızdır, yoxsa super zəkalıdır, bilinmir. Yəni, onu öyrətməyən bunu da öyrətməməli idi. İkinci də ki, madəm metal və qeyri-metalının yanına yarı metal yazmaqla uşağın ağlı çaşırsa, sən bu uşaqdan niyə sözbəsöz əzbər şeirdirmi bu kubletin bir sözünü unudubdur, orada bal kəsirsən? Nə ixtiyarla da? Soruşduğun sual budur. Elə də bir dərin mənalı sual deyil. Bu da bunu yazıb da. Niyə sıfırda? Davam eləyək. Burada deməli neçənci sualdır? Bu 8-ci sual. 8-ci sualda meyarda heç özləri yazmayıb. Amma burada yazıb ki, kimyəvi birləşmələrlə qarışıqlar arası. Yazıb kimyəvi birləşmələr eyni növ molekullardan, qarışıqlar isə fərqli növ molekullardan ibarət olur. Şəkər kimyəvi birləşmədir. Yəni 7-ci sinifə öyrədilən şəkildə tam ətraflı yazıb. Kimyəvi birləşmədir. Yəni bütün molekullar C12H22 O11 molekuludur. Amma xörək duzu su qarışığı natrium xlor H2O kimi fərqli molekullar var. Tam doğru yazıbdır. Sonra kimyəvi birləşmələr maddələr sabit nisbətdə, qarışıqlar isə istənilən nisbətdə birləşir. Doğrudur. Burada da suyu verib, suda H2O-nu 2:1 nisbətində verib. Amma xörək duzu və şəkər deyir, istədiyin nisbətdə qarışdıra bilərsən, istədiyin mümkün nisbətdə. Qarışığı əmələ gətirən maddələr öz xassələrini saxlayır. Kimyəvi birləşmələrdə isə saxlamır. Bəli, duzlu suyun tərkibində duz və su ayrılıqda öz fiziki və kimyəvi xassələrini saxlayır. Düzdür, indi orada
7-ci sinif səviyyəsində bu cavablar verilib də. Amma suyun içərisində H2 və O2 qazları oksigen tam doğrudur və burada verilməlidir. Deməli, hər biri 0.5-dir. Burada hər biri 0.5-dir. 6 dama var və 3 bal eləyir, amma veriblər 2 bal. Niyə o 1 bal kəsilib? Niyə o 1 bal kəsilib? Bilmirəm. Ondan sonra gəldik burada 9-cu sualın C bəndinə. Deyir ki, X, Y, Z mayelərinin bir-birindən ayrılma proseslərini burada temperaturuna görə fərqli temperaturlarda qaynayan 3 mayedir və bir-birində həll olur. Distillə ilə ayrılmalıdır. Yazıb da, uşaq yazıb ki, ilk olaraq biz spirt lampasını yandırırıq. İlk öncə qaynama temperaturu ən az olan X maddəsi, sonra Z maddəsi, ən son qaynama temperaturu ən yüksək olan Y maddəsi ayrılır. Yəni bu distillə aparatında ayrılır da. Burada yazıb fraksiya kolonu, yəni uşaq deyirsiniz ki, burada distillə aparatı sözünü yazmayıb, uşaq yuxarıda göstərib, yəni fraksiya kolonu, soyuducu kolba, yəni distillə aparatından danışdığını görürük və aşağıda da distillə aparatını işə salır və başlayır öncə ən aşağı qaynama temperaturu, sonra Z, sonra Y maddəsinin sırası ilə yazıbdır və burada da yazıb ki, uyğun şəkildə izah qəbul edilir. Bal 3 bal göstərilib, veriblər 2 bal, yenə niyəsə bal kəsilibdir. Ondan sonra burada başqa bir sual daha var. Baxın, burada görürsüz, meyarda verilib, damalar verilməlidir. Mənim 2 şagirdim, indi uşaqdır da, böyük olsa deyərik ki, hə, buradan xətti gətirirsən. İndi burada əyri gələ bilər də, gözləyir, imtahan həyəcanı altında biri gətirib 60-dan 50-yə. Yəni bu sən xətti verməmsənsə burada, sən burada əgər vicdanınız, şərəfiniz olsaydı, bu 12-ci sualı hamıya düz saymalıdır. Çünki siz xətti verməmsiniz. Bax, burada var, o xətt var, amma kitabçada yoxdur. Sizin də qrafik artıq burada səhv olur. Və bir şagirdim, hətta burada indi başqa bir həll var, onu da deyəcəm indi sizə. Burada bal verilibdir. Digər şagirdimin kəsilən balına baxaq. Burada deyir ki, ayrı-ayrı qablarda 50 ml suda 20 qram X həll olub. Da ikinci bəndə oxumuram. Deyir 60 C dərəcədə X, Y maddələrindən neçə qram həll etmək lazımdır ki, tam həll olsun və doymuş məhlul alınsın. Burada demir ki, 60 C dərəcədə birinci məhlula nə qədər əlavə eləmək lazımdır. Bunlar nə qədər əlavəni nəzərdə tutub. Yəni 20 var, üstünə nə qədər də gələk ki, tam həll olsun. 60 dərəcədə üçün. Amma burada yazmayıb əlavə nə qədər. Yazıb ki, 60 dərəcədə X, Y maddələrindən neçə qram həll eləmək lazımdır. Yəni birinci məhlulun içində ümumi neçə qram duz var. Və bir şagirdim bu ümumini hesablayıb, digərlərində bu geri qalanı nəzərə alıbdır. Bunu qəbul eləyiblər, bal artımı eləyiblər. Amma yarım bal. Niyə yarıda? Yəni öz səhvini qəbul eləyirsənsə, tam balı ver. Yox, qəbul eləmirsənsə ki, sən burada bunu belə başa düşməməliydin, o yarım balı niyə verirsən? Nəysə, burada da uşaq yəni onların istədiyi kimi yazıbdır. Yəni iki variantda da doğrudur. Ya onların istədiyi kimi, burada sual aydın olmadığı üçün iki variantda da yazan uşağa düzgün götürməlidir bunlar. Burada məsələ tam düzgün həll olunub, amma qrafikdə baxın %40 həll eləyibdir. İkinci məhlul üçün, yəni Y üçün deməli 40 C dərəcədə. Yüzdə bu da xətti belə indi mən burada çəkəndə əyri görünür. İmtahan həyəcanı altında bu uşaqlar o 40-a gedir, 50-yə gedir, bu xətti görməyib. Və yenə baxın 40-a gedən üçün səhv həll yazsa, deyək ki, bu uşağın heç savadı çatmır. Amma 40-a gedən üçün düzgün bir həll yazıb. Qrafikdə xətt olmadığına görə səhv görübdür. Əgər bu xətti bu görsəydi bu burada 50 yazacaqdı və məsələni də düzgün şəkildə yazacaqdı. Bunun balını kəsiblər. Öz günahları ucbatından, amma balı kəsiblər. Verməyiblər o balı da. İndi nəysə. Gələk burada. Burada bir sualdır və dəmirlə bağlı bir sualdır. Burada tutaq ki, A bəndində bu 13-cü sualı buradan tapın. A bəndində
bu sözü yazmayıb deyə 1 balın kəsiblər, amma halbuki həll eləyib. Eyb yox, yazmayıb deyə olsun. Əslində 0.5 balı kəsilər belə baxanda. Çünki uşaq məsələni tam şəkildə həll eləyibdi. Bir dənə yazmayıb ki, yəni nə yazdığını bilməsə, əslində burada izah tələb olunmamalıdır. Çünki bu izahı bilməyən həlli yazanmaz. Yəni həlli yazıbsa izahı bilir deməkdir. Yəni kəsirsən də 0.5 balın kəs də. Bəlkə də kiminsə 0.5 balı kəsilib. Yəni yoxlayan hərəsi bir nəfərdir və kim kefi necə istəyir elə bal verilir. Çünki buradan görünür. Ondan sonra gəldik C bəndinə. C bəndində meyarda 79 veribdi. Heç izahı özü verməyib. Burada da bu uşaq 79-u alıb, izahı da belə düsturla verib. Yenə 4 baldan kəsirsən yenə 0.5 kəsməlisən. 2 bal kəsib. 2 bal kəsib. Yəni, nə şərəfsizliyidir, mən bilmirəm də, bu təhsil sahəsində baş verir. Belə, ümumi səhv yazdığı suallar da var, əlbəttə ki, olacaq. Yəni, mən burada ümumi sonda kəsilən bala fikir çəkmək istəyirəm. Yəni, 8.5 nağdı kəsiblər. Lap bunun 2 balını da tutaq ki, buradan 0.5, 1 balını da kəs. 7.5 bu uşağa vermək lazım idi. Apellyasiyadan sonra bunun uşağın balını artırıblar 4.25. Nəysə də, yəni sizin gördüyünüz işə də lənət olsun. Sizə susanlara da, sizi ora gətirənlərə də.